Öncə rəqibi təbrik edirəm. Bu qələbə münasibətilə həqiqətən çox yaxşı oynadılar. Biz müdafiə olmaq məcburiyyətində qaldıq. Rəqib topla daha yaxşı oynayırdı. Çox saysız hesabsız, çoxlu sayda qol epizodlarına girdi. Biz bilirdik ki, çətin olacaq və gözlədiyimiz oldu. Amma ilk oyunun nəticəsindən sonra düşünürəm ki, biz hələ də oyunda qalmışıq, yəni şanslarımız var. Bir həftə sonra Kopyada keçiriləcək cavab oyununda biz özümüzün ən yüksək səviyyəli bir oyununu nümayiş etdirməliyik ki, nəyəsə ümid edə bilərik. Amma düşünürəm ki, şansımız var və bu şansdan da istifadə etməyə çalışacağıq. Oyun ərzində cəmi bir dəfə qapıya zərb edilməlidir və mərhələ atlamaq üçün 2 gol vurmalıdır. Yəni, bu baxımdan heyətdə dəyişikliklər etməlidir və yaxud da oyun planında. Və düşünürəm ki, Kopyadakı cavab oyununda biz, yəni komandamda kifayət qədər keyfiyyətli futbolçular var ki və o yolları axtarmalıyıq həmin futbolçularla ki, bizə lazım olan nəticəni əldə edə bilək. Oyundan əvvəl daha çox hissi və rütubətin, yəni mane ola biləcəyi düşünülürdü Finlandiya mətbuatında. Həqiqətən də bu məqam sizə mane oldu və Finlandiyada hava şəraitinin fərqli olması komandaya müsbət təsir göstərə bilər. Bəli, temperatur da fərqlidir, hava şəraiti də fərqlidir, meydança da sünidir, təbii oturduğumuz deyil və bu iki fakt bizim üçün ev oyununda üstünlük hesab oluna bilər. Yes, thank you. Thank you. Good evening everybody. Axşamsınız. Sabah 9 oyun sonrası mətbuat konferansına hər biriniz xoş gördük. Əvvəlcə baş məşqçimiz Valdis Tamraz onunla bağlı fikirlərini bildirəcək, daha sonra isə suallarınızı ünvanlayacaq. Əvvəlcə mən Sabah ailəsini, hər kəsi bugünkü qalibiyyət münasibətilə, Çempionlar Liqasındakı qalibiyyət münasibətilə təbrik edirəm. Əlbəttə ki, bu böyük və möhtəşəm bir duyğudur. Amma istər oyuncularım olsun, istər məşqçi heyəti olsun, istər siz olsun, istər yəqin ki, azarkeşlər olsun, mən onlara təşəkkür edirəm. Yəqin ki, bir balaca buradan məyus ayrılırlar. Çünki bizim inanılmaz çox qol fürsətlərimiz oldu, amma bu fürsətləri qol çevirə bilmədik və bu bir balaca bizi üzür. Mən oyun gəldikdə taktiki cəhətdən oyuncularımdan heç bir şikayətim yoxdur. Demək olar ki, meydançada oyuncularım bütün tapşırıqları düzgün bir şəkildə icra etdilər. Biz çoxlu qol fürsətləri yaratdıq ki, xüsusilə birinci hissədə bunu qeyd edərdim. Amma ikinci hissədə rəqib bir qədər az risk elədi və bizim çoxlu yenə ikinci hissədə də qol fürsətlərimiz oldu. Əfsuslar olsun ki, top tora daxil olmadı. Sonda bir balaca oyunun sonunda deyə bilərəm ki, bizim də bəxtimiz gətirdi. Çünki 1-0 olarkən rəqibin çox yaxşı bir qol fürsəti var idi və rəqib bu qol fürsətindən yararlanmadı. Bu fürsətdən sonra da bizim fürsətimiz yenə oldu, amma biz də əfsuslar olsun yararlanmadıq. İndi hal-hazırda bu məyusluğu unutmalıyıq və yenidən öz hazırlıqlarımıza başlamalıyıq. Bilirik, bizi səfərdə çox çətin bir oyun gözləyir. Rəqib artıq bizi yaxşı tanıyır. Rəqib süni meydançada oynayır. Bizim uzun bir ora səyyətimiz var. Amma mən inanıram ki, bizim burada bugün yararlanmadığımız, istifadə edə bilmədiyimiz qol fürsətlərimizi səfərdə yararlanacaq. Buyur Orxan, sualım var. Orxan Əliyev, televizyon. Təbrik edirəm, növbəti oyunlarda uğurlar duyuram. Mağludan meydanda olmağının səbəbi maraqlıdır. Dədəm var, yoxsa hər hansı bir taktiki keçid, yoxsa transfer gündəmdədir? Mən həmişə mətbuat konferanslarda qeyd eləmişəm ki, mənim məşqçi kimi vəzifəm əlimin altında olan ən yaxşı 11-liyi seçməkdir, onları hazırlamaqdır və hazırladığım, seçdiyim oyunculardan da istədiyim odur ki, biz qalibiyyətlə meydançadan ayrılaq. Bunun üçün də oyuncular fiziki və mental cəhətdən istədiklərimizə hazır olmalıdırlar və bizim qalibiyyətimizə töhfə verməlidirlər. Düşünürəm ki, bugün Aron mental və fiziki cəhətdən hazır deyildi və ona görə də o meydançaya daxil olmadı. Buyur. Sizi çox təbrik edirəm və ümid edirəm ki, qarşıdakı cavab oyununda da uğur qazanacaqsınız. İki sualım var. Birinci sualım,
ikinci hissədə siz 2 hücumçu əlavə elədiniz, daha doğrusu yəni əvəzləmədə. Siz onsuz da hücumdaydınız və daha 2 hücumçu ilə oyunu gücləndirməyin səbəbini bilmək istəyirəm. Siz hesabı qoruyub saxlamaq istəyirdiniz, yoxsa məhsuldarlığı, hücum məhsuldarlığını daha da artırmaq istəyirdiniz? Birinci sual. Əlbəttə ki, əgər biz meydançaya hücumçular buraxırıqsa, bizim sadəcə bir məqsədimiz var, daha çox qollar vurmaq. Düzdür, bugün əvəz etdiyimiz oyuncularımız Aleksey və Kahim həqiqətən də fantastik bir oyun sərgilədilər. Mən onlardan çox məmnun qaldım. İstər onların rəqibə etdiyi təzyiq olsun, istər meydançada onların qoyduqları enerji həqiqətən bugün çox möhtəşəm, çox möhtəşəm idi. Biz 2 hücumçu ilə daha çox cərimə meydançasının içərisinə daxil olmaq istəyirdik, daha çox hücumlarımızın sayısını artırmaq istəyirdik. Bunun üçün də biz Embina və Severinanı onların güclərinə inanaraq meydançaya buraxdıq və biz ikinci qolu vurmağa həqiqətən də çox yaxın idi. Və mən istərdim ki, bu oyuncularımız daha çox oyun fitnesini qazansınlar, bizim oyun tərzimizi daha da çox öyrəşsinlər və mən əminəm ki, gələcəkdə bu oyuncularımız həqiqətən də nəticələrimizə öz töhfələrini verəcəklər. Son sualda bu işte. Sabah bu mərhələni keçəcək təqdirdə Opus və Lech komandalarının güclü qalibi ilə üzə gələcək. Hal-hazırda Lech komandası səfərdə böyük hesabla üstündür. 4 hesabla qələbə qazanan hal-hazırda. Düzdür, bəlkə bu barədə danışmaq tez ola bilər, amma istəyərdim ki, Lech komandasını dəyərlənsin. Yəni, əgər üzə gəlsələr, necə komandanı aşmaq mümkündür? Çox üzgünüm, amma mənim hələ də sadəcə bu fikrim sadəcə kups oyunu ilə bağlıdır, hələ emosionalımız getməyib və həqiqətən səmimi şəkildə desəm, dünyada indi axırıncı fikirləşdiyim yəqin ki, nəsə Lech barəsində ola bilər. Mən hər iki rəqibə də uğurlar arzulayıram, amma mənim beynim sadəcə hal-hazırda kups üçün işləyir və bir həftədə yəqin ki, belə olacaq oyuna qədər və biz bu oyunda çalışmalıyıq, sübut eləməliyik ki, mərhələni keçməyə qadirik. Mətbuat konferansına yekunlaşdırılır. We can close our post-match conference. Thank you. Thanks to all you for participating.